Hazim müəllim, başınıza gələn sui-qəsdlə də davam etmək istəyirəm. Sağalmısınızmı tam olaraq? Demək olar ki, %95 sağalmışam. Mən sağalmağın meyarını nədə görürəm? Demək, əslində futbol rahat oynayıram və elə peşəkar səviyyədə. Peşəkar səviyyədə? Bəli, peşəkar səviyyədə oynayıram, dostlar və peşəkar idmançılarla oynayıram. Və həm də Milli Məclisin futbol komandasının aparıcı hücumçularından biriyəm. Qayıda bildim. Əvvəl bir il reabilitasiya keçdim. Amma ağır reabilitasiya. Biraz da həkimləri də təəccübləndirdim. Çünki onlar inanmadılar ki, mən təbii ki, ayağımda tez sağaldı, amma çiynimdə çox ağır idi. Amma indi basketbolu bərpa elədim və onlar inanmırlar ki, bu əvvəl mən zədələnməmişdən öncə deyək göstərdiyim nəticədən indi bir 20-30% daha artıq, yəni orada daha çox üçlük atmaq, ikiliklər falanlar. Yəni proqramı daha yüksəltdim, plankanı daha qaldırdım və şükür, yəni bir narahatçılığım yoxdur indi. Sui-qəsddən əvvəl və sonra dəyişiklik olub nəsə həyatınızda? Ümumiyyətlə mənim həyatımda hansısa bir təlatüm deyir, bir yaxşı bir söz var, deyir ki, baş verən hər hansı bir faciə məni daha da gücləndirir. İnanın ki, mən həyatımda sabah da 5 il sonra da, 10 il sonra da baş verəcək hansısa bir hadisənin nəyisə dəyişəcəyini qətiyyən düşünmürəm. Yəni, bunu bir adiləşdirmişəm. Adiləşdirmişəm həm də ona görə ki, bir ölüm qorxusu deyilən bir məsələ mənim üçün fərqli anlaşılır. Yəni, mənim üçün əsas məsələ məsuliyyət məsələsidir. Yəni, yaşadığın ömrü faydalı insan olaraq çalışmalısan. Məsələn, mən deyək ki, günün indi idman tərəfi başqa tərəfə, amma gündəlik məsələn bir saat yarım mən mütaliə eləmədən evdən çıxmıram. Bu il 2 kitabımı tamamladım. Hamısı da çox ağır mövzulardır. 3-cünün üzərində işləyirəm. Amma eyni zamanda bütün sosial tədbirlərdə, ailə tədbirlərində, xeyir şərdə, hamısında da vaxt. Bəzən təəccüblənirlər ki, vaxtı necə tapırsan? Mən də deyirəm ki, vaxtın nökəri olanlar üçün problem həmişə var. Vaxta ağalıq eləyən adamlar üçün vaxt at kimidir də. Yəni istənilən sənə tabe oldusa, istənilən məntəqəyə çatdıracaq.